Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size hem evin hem torpağın kupçası olan ipotekaya da yararlı belə bir güzel həyət evimizi təqdim edəcəm inşallah. Videomuzu sona qədər izləyin. Bütün məlumatları ətraflı şəkildə videomuzun daxilində qeyd edirik. Evin yerləşmə yeri Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. 217 nömrəli marşrut yolundan cəmi 150 metr məsafədə yerləşir. Hər bir tərəfi də yaşayış olan yerdir. Ümumilikdə 2 sot torpaq sahəsindədir. Yerdən 8-9 daş kürsüdə tikilib. Evin sağ tərəfindən ətraf hissəsinə keçib baxmaq olur. Padvalına da girişini görürsünüz. 3 otaq 105 kvadratda evimizin ümumi sahəsidir. Çardağına da girişi var qapısının üzərindən. Daxil olaq evimizin içinə. Evin altı beton, üstü kəmər. Dört bir tərəfi də qoşa daşla tikilib. Həyətinə maşın rahatlıqla daxil ola bilər. Həyətimiz tamit daşla döşənilib. Bu gözəl evimizin qiyməti isə 78.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa qiymətdə indirim olacaq ev sahibi tərəfindən. Evin dəhlizinə daxil olduqda sağda gəlir mətbəx hissəsi. Mətbəxdə həm mebel arası kafeli vurulub, yerdə də əlavə olaraq kafeli hissə saxlanılıb. Bura isə evin qonaq otağıdır. Pəncərələr hamısı şəbəkə pəncərə. Kombi sistemi çəkilib, evin polları da laminatdır. Bir daha qeyd edirəm, Məhəmmədli qəsəbəsində yoldan 100 metr məsafədə yerləşir. 2 sotun içində 3 otaq paket kupcalı evdir. İpotekaya da yarayır. Eğer ki bank sizə dövlət ipotekası ayırırsa, buyurub yaxınlaşıb evimizi həm bank yolu ilə, həm də nəqd şəkildə əldə edə bilərsiniz. Qiymətdə 78.000 manat. Qazı, suyu, işığı, bütün sayğaçları da var. Evlə bağlı əlavə nə sualınız olsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.